tarixdən kəsildim və çıxdım institutdan. 9 yanvar Malakan bağında yerləşirdi. İnstitutdan çıxdım, sağa baxdım, sola baxdım. Və orada da balaca bir çayxana vardı, onun yanında bir skamyaka vardı. O skamyada oturdum, başımı tutmuşam, fikrə gelmişəm. Mən indi ora qayıda bilmərəm. Uşaqlar deyib ki, kəsilsəniz bura gəlməyin, getməyə də yerim yoxdur. Bir də gördüm, bir isti əl çiynimə dəydi. Çiynimə dəydi və mən başımı qaldırdım, gördüm, bir 60'a yaxın yaşı olan arıq, ağsaç, arıq üzü olan bir nəfər, yanında da bir nəfər dayanmışdı. O şair Tofiq Bayramı mən tanıdım. Və o birisi yoldaşı tanımadım. Bu əlini çiynimə qoymuş adam soruşdu, abala, niyə belə fikirlisən? 2-3 dəfə soruşandan sonra dedim, yəni mən bu institutda 3-cü dəfə imtahan vermişəm, bu gün də kəsildim. Dedim, başımı aşağı saldım, qəhərləndim belə. O dedi ki, adın nədir? Dedim, Arif, familyanın Uliyev. Hardan gəlmişsən deyəndə dedim ki, internet məktəbində təhsil almışam, elə oradan da gəlmişəm. Dedi, valideynlərim yoxdur mənim. Elə baxdı, adım, familiyamı qeyd elədi və dedi ki, səhər 9-da gedərsən instituta, səni rektor qəbul edəcək. O kömək eləyər sənə. Çıxıb getdilər. Birdən qayıtdı, dedi ki, abala, pulum var. Dedim, yox, heç nəyim yoxdur. Çayxanadan çağırdı, Hüseyin kişi adında bir çayçıydı, onu tanıyırdılar. Hüseyin kişi gəl bura, bu uşağa doyunca yemək ver və sonra qayıtdı, biz harada qalacaqsan? Dedim, qalmağa da yerim yoxdur. Dedi, elə orada, Hüseyin kişi ona yer düzəldərsən, orada yatar, səhər yola salarsan instituta. Sonra çıxdı, getdi, sonra gənə qayıtdı. Götürdü cibindən pul çıxartdı, verdi mənə. Tofiq Bayram da verdi. Düz onu tanıyırdım belə, üzdən də belə. Həmin kişilər və getdilər. Səhər qaça-qaça 9-da gəldim instituta. Qalxdım, rektor gəldi. Dedi ki, deməli kəsilmirsən, hə? Tərcümə açdı, oxudu və gördü ki, yəni elə bir məktəbdə oxumuşam ki, yəni ora kömək eləmək lazımdır. Belə hiss elədi. Çağırdı Azad müəllimi, dedi ki, onun qiymətini düzəldin, gətir. Nəsə, mənə 5 yazdılar. Gətirdilər otağa və dedi, gel, o birisi imtahanlara da gəlmə, sən bu institutun oldun tələbəsi. Birdən mən durub gedəndə qayıtdı ki, gəl bura, Mircəlal sənin nəyindi? Dedim, bağışlayın, mən onu bir şair kimi, yəni bir yazıcı kimi, bir alim kimi tanıyıram, amma belə mən onunla görüşməmişəm, mən bilmirəm. Sən nəyindi deyəndə, dedi, hə, yaxşı oldu, get.